videosunu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam değerli izləyicilər, xoş gördük. Hər birinizin hər vaxtınız xeyir olsun. Değerli izləyicilərimiz, sizi Ceyranboy rayonunun Ballıqaya kəndindən salamlayıram. TikTok səhifəsində bir qazimizin videosu çıxdı mənim qarşıma. Mən bu günlərim özümə böyük bir boş bildim ki, gələm o qazi qardaşımızın səsinə səs verəm. Çox sağ olsun, dəyərli bacı və qardaşlarıma öz minnətdarlığımı bildirirəm. Allah razı olsun. Allah hər birinin canını sağ eləsin. Və bura gəlməyimizin bizim Rus kartımıza 30.000 rubl pul vurulub. Bir bacımız vurub, bir anamız vurub. Allah min əvəzini versin. Ehsan kimi deyib, ehtiyac olan insanlara paylayarsan. Təşəkkür edirəm, gözəl bacım. Allah min əvəzini versin. Və mənim gözəl çətcim Şirvanlıdan Heydər qardaşıma öz minnətdarlığımı bildirirəm. Heydər qardaşımız da 20 manat verdi ki, o qazi qardaşımıza nəsə alarsan. Təşəkkür edirəm qardaş. Allah cibinizi dolu eləsin. Və gözəl izləyicilərimiz, Rus kartımızdan Azərbaycan kartımıza pulumuzu perevod elədik. 602 manat pul elədi. Və bu günlərim qazi qardaşımıza 100 manatlıq bazarlıq eləyib gətirmişik. Allah ruzinizi, bərəkətinizi daha da çox eləsin. Allah Taala min əvəzini versin. Mən buradan bütün izləyicilərimin hər birindən xahiş edirəm. Həqiqətən məni o video çox kövrəltdi. Və Bakı şəhərindən qonağımız var idi. Elə o qonağımız da bu günlərim buradadır. Onlarla birlikdə gəlmişəm. İndi isə gözəl izləyicilərimiz, videomuz davam eləyəcəkdir. Videomuzu sona qədər izləyin. Görün mən nəyə baxıb kövrəlmişəm. Allah bütün qazilərimizə şəfa versin, şəhidlərimizə rəhmət eləsin. Yükümüz çox ağırdı, bunları aşıya biləcəyik bir-bir. Öz də bura elə yerdir ki, and olsun Allaha, maşının altını vurmuşum. Buna girib çıxmaq çətin məsələdir. Qoyun bura. Qoyun, hə. Günlərdən birindən də götürün. Gəl Zəminə xanım, sən bunu götür, bu yüngül. Sən də xoş gəlmişsən. Çox sağ ol. Orada. Amma bir dənə kömək eləyəcəyiz da bizə. Dəyərli izləyicilərimiz, bax, qazimiz bu şəraitdə yaşayır. Gözəl izləyicilərimiz. Mən bu videonu görüb keçə bilmədim. İndi qazi qardaşımızın özünü də çəkəcəyik. Salam əleykum ana. Xoş gördük, nətərsiz? Dəyərsiz qazinin evinə xoş gəlmişsiniz. Niyə? O bizim üçün dəyərlidir. O bizim üçün dəyərlidir. Allah qazilərimizin hamısına kömək olsun. Allah şəfasını versin. Çox sağ olun. Buyurun, baxın. Gözəl izləyicilərimiz, bax, Qarabağ qazisi yaşadığı evdir. Bir dəfə Aleyküm, gözəl qardaşımız, qazi qardaşımızdır. Bu günlərim Rusiyadan gözəl bacımız pul göndərmişdi. Sizə ərzaq aldıq, gətirdik və bir Heydər qardaşımız var. Onun da sizə çoxlu salam var. O da maddi kömək eləyib, sağ olsun. Allah hamısının canını sağ eləsin. Sən TikTokda videon çıxdı qarşıma. Mən həqiqətən onu gördüm, çox kövrəldim. Allah öz kömək olsun. Qazi qardaşımız ağır travmalar keçirdi. Harda döyüşlərdə olmuşsan? Özün haqqında danış da. Özüm Bəşir Oysaq Sabiroğlu. 2022 ildə hərbi xidmətdə olmuşam. 2023-19 sentyabr antiterror əməliyyatında Xankəndidə gedən döyüşdə yaralanmışam. Bədən nahiyəmdən 3 güllə dəyib. Güllələrdən sidişsəm dağılıb, ciyarıma güllə dəyib, bağırsından 1 metr kəsib götürüblər. Kəllə beyin travması almışam. Dərmanlarım ala bilmirəm indi.
Allah öz kömək olsun. Gözəl qardaşımız. 3 dəfə yaralanmısan. Neçə dəfə əməliyyatlı olmusan? 12 dəfə. 12 dəfə 12 əməliyyatlı dəfə olmusan. əməliyyat olmuşam. Paranla yaralanmısan. Qarın nahiyəndən. Baxa bilərik. Vallahi. Ay Allah. Allah öz kömək olsun qadanam. Allah şəfanı versin. Allah bütün qazilərimizə şəfa versin. Qazi qardaşımız. Evlisən subay? Subay. Subaysan. Neçə yaşın var? 23. 23 yaşı var. Qarabağda gedib. Canın qoyubdu. Allah öz şəfa versin. Sizin ananız da bu. Allah da sizə kömək olsun. Sağ ol ana. Dəyər verib, yada salıb gəlmisiniz. Çox sağ Sağ ol. olun. Allah əvəzini versin. Sağ ol. Onu elə bir Rusiyadan gözəl bacımız var. Həkimsə çox sağ olsun. Allah Allah əvəzini şanını versin. sağ eləsin. Allah bütün qazilərimizə şəfa versin. Amin. Amin. Mən həqiqətən TikTokda bu video mənim qarşıma çıxdı. Çox pis oldum. Çox kövrəldim ki, yəni qazinin yaşadığı yer məni çox kövrəltdi. Allah şəfa versin, Allah Sağ olun, kömək Allah olsun. köməyiniz olsun. Allah Çox siz sağ olun. analara səbir versin. Çox sağ olun. Albomudur əmi. Bəli. Baxa bilərik ona. İçəridə. Onu aç, baxaq aynıra bir. Yaralananda 90 kiloydu. Komandanın əsgəri Aşkar. olubdu. Komandiri, mafiya, yaralı vaxtı hamısı gəldi. Allah köməkləri olsun. Baskıda olan sənsən? Çox dəyişib, çox. 12 dəfə narkoz alıb nətər olmalıdır. Atanızdır bu kişi də, hə? Allah kömək olsun, Sağ olun, əmi. sağ olun. Bəyəklərim həqiqətən ana ağladı, mən çox kövrəldim. Anadır, əlbəttə ki, heç vaxtı heç bir valideyn istəməz ki, övladının barmağına bir çöp bata, nəinki övladı gözünün qabağında yarımcan ola. Allah özü kömək olsun, ana. Allah şəfasını versin. Dərdi verən Allah dərmanını versin. Qurban olum Allaha. Nə qədər vaxtı burada məskunlaşmısınız? Hara qaçqınsınız da, elə Kəlbəcər? Sardaş kimi. Bir övladınız var, ana. İki olursun. Yani tanıyorsan. 2 oğlun var. O da hərbiçi. Ha, o da Hərbiçidir o da. 052'dədir. Allah qorusun. Allah üstlərində yar olsun. Allah şəfalarını versin. El o sağlamlığını qaytarsınlar, qayıtsın getsin hərbiyə də olmaz. Her şey lazım deyil. Allah Yararsız kömək yazır. olsun. Allah kömək olsun. Sağ olun. Canım, şerif. İçərini qoy. Mən çay deməmişim, çay. Uşaqlığım burada keçib. Burada keçib, burada doğulub, burada boya başa çat və hərbi xidmətə buradan yola salınmışam. Və mən fərqli fərman döyüşdə iştirak eləmişəm, necə fəaliyyət göstərmişəm. Medalın da çıxar. Medalım hansı? O bir şeydir dostum. Qardaşımızın yaralı olduğu şəkilləri. Buyurun, baxın. Allah özü kömək olsun. Qarın hissəsi. Qarın hissəmdə tikişi sökülə tikiş partladı. Sidik qarnımdan qaynayıb tökülürdü. Ay Allah. Gövəyimdən yuxarıya kimi yardılar. Hmm. Tikiş sökülə tikişləri Bir partladı. çeşit belə baxaq. Bəlkə Evinizin şəklidir. Bu hərbidəki olan şəklimdir. Yaralanmamışdım. 96 kilo çəkidəydim. Bu da yaralı vəziyyətim. Şalankın içindəyim. Allah özü kömək olsun adam. Allah şəfanı versin. Var ayrı şəkil. Belə ayrılıqda. Allah özü kömək olsun. Sağ olun. Çox sağ olun ki Buyurub gəldiniz, mən də bir yada... Borcumuzdur. Mən o video mənim qarşıma çıxanda həqiqətən mən çox pis oldum ki, sən orada deyirsən ki, bir belə video paylaşıram, bir nəfər gəlib mənim qapımı açmır. Yəni həqiqətən mən çox pis oldum. Çox sağ olsun
Allah yardım eləyən bacılar, qardaşların canı sağ eləsin. Təşəkkürümü bildirirəm. Sağ ol. Mən buradan izləyicilərimiz, bura həqiqətən çox uzaqdır, Quruntovoy yoldur. Yəni mən gələrkən cip belə altı dəyir. Mən elə buradan Qazi qardaşımızın WhatsApp nömrəsini efirdə qeyd eləyəcəyik. Kim kömək eləmək istəsə, bax Qazi qardaşımıza zəng eləyər WhatsApp-ına, kartını atar, kömək eləyər, davasına, dərmanına kömək eləyər. Nömrəni denən burada WhatsApp nömrəni. 051 Aha. 364 1135. 1135 WhatsApp'dır. Bəli, bəli. Kartın var, kapital kartın. Bəli, bəli. Onu da de. 52 39 Aha, 15 17 aha, 29 43 aha. 27 76 Bəşirov İsaq. Bəşirov İsaq. Bəli, bəli. Mən xahiş edirəm izləyicilərdən, yəni yol həqiqətən çox xarabdır, çox uzaqdır. Kim kömək eləmək istəsə Qazi qardaşımıza bax o karta pul vura bilər və əlaqə nömrəsi ilə də əlaqə saxlaya bilər. Dava dərmanına ən azından köməklik eləyərsiniz. Allah sizləri var eləsin, Allah bütün qazilərimizə şəfa versin. Gördünüz. Borcumuzdur. Sənin kimi gözəl qardaşın əziyyətini çəkməyə bizim borcumuzdur. Gözəl izləyicilərimiz, indi isə Qazi qardaşımız özü haqqında videolar çəkir, paylaşır. Bax, buradan çəkir, paylaşır. Mənə dedi, bir dənə çəkiliş ilə mənim sözüm var. Buyur. Əvvəla xoş gəlmisiniz. Çox sağ ol. Gətirmisiniz. Sağ ol qadın. Mən 2023-də 19 sentyabr yaralanandan bəri evə gələndən bugünkü indiyənə qədər mənim qapımı sizdən başqa döyən olmadı. Bu boyda videolar çəkdim, paylaşdım. Mənim səsimi eşidən, mənim gəlib qapımı döyən sizdən başqa heç kim olmadı. Bu videolarımda da gəlib bəziləri yazır, o üzdən iraqlar, bəzi şərhlər gəlib yazırlar, bilib-bilmədən danışırlar. Onlara bu vəziyyətdəyəm mən. 12 dəfə əməliyyat olmuşam, 3 dənə bədənimə güllə dəyib. Buradan onlara səslənirəm, deyirəm, mənim gəlib sağlamlığımı geri qaytar, belə şəraitdə yaşayıram. Azdan çoxdan olsa da kasımın olandan belə bir şəraitdə yaşayıram. Gəl gör mənim sağlamlığımı geri qaytara bilərsənmi? Allah kömək olsun. Sağ olun qadınım, çox sağ olun, xoş gəlmişsiniz. Heylələrinə baş qoşma. Heylələri çoxdur. Vətən sağ olsun. Heylələri yazır. Əlbəttə ki, Allah xalqımızı var eləsin. Allah xeyirxah insanları var eləsin. Bayaq mənim o çəkilişdən qabaq ananın ağlamağı məni həqiqətən çox kövrəltdi. İçəridə də açıqlama verdi nə üçün ağladığın. Mən həqiqətən çox pis oldum. Həqiqətən çox pis oldum. Heç bir ana istəməz ki, övladı gözünün qabağında gündən-günə pis vəziyyətə düşsün. Heç bir övlad da istəməz ki, anası göz görə ağlaya. Mən hər atamı görəndə, anamı görəndə mənim ürəyim partlayır. Onlara arxa dayaq olmaqdan heç nə eləyə bilmirəm, əlimdən heç nə gəlmir. Yenə də sağ olun, gəlib mənim gördüyünüz şəraitimə baxdığınız, nə vəziyyətdə, hansı şəraitdə yaşayıram. Allah canınızı sağ eləsin. Sağ ol qadınım, çox sağ ol. Köməklik eləyənlərə də buradan öz təşəkkürümü bildirirəm. Allah min qat əvəzini versin. Çox sağ olun ki, bir vətən oğlu kimi, qazi kimi hörmət qoyub, dəyər verib gəlib qapımı döyüb açdınız. Sağ ol, Çox sağ çox sağ ol. Qürbətdə yaşayan Azərbaycanlılarımızın Allah canı sağ eləsin. Həmişə onların ürəyi vətənlə və qazilərlə döyünür. Allah kömək olsun. Allah canını sağ eləsin. Gözəl izləyicilərimiz, bax. Bax o görünən o çökəkdəki yol var. Bax orayla qalxacağıq, çıxıb gedəcəyik elimizə, obamıza. Qazi qardaşımız bax burada yaşayır. Burada doğulub, burada da boya başa çatıb. Yaşadığı evdə budur. Sigaret çox çəksən deyən. Səqan qardaş, baxma 12 dəfə əməliyyat olmuşam, 3 dənə bədənimdən güllə dəyib. Yenə də vətənimdən ötürü, xalqımdan ötürü yenə gedərəm, yenə canımdan keçərəm. Canım da qurbandır mənim bu vətənimə, xalqıma. Qeyrətli oğlanlarına, qeyrətli bacılarımıza. Yenə də vuruşmağa,
canımı qoymağa yenə də hazıram. Bu dəqiqənin özündə də. Allah kömək olsun. Yəni vəziyyətim Ayağını sən gedəndə bəyəklərin fikir verirəm. yeri Ayağını və çox səbdəndir. çəksən. yəni. Damarlarım yığışır, qılçalarım tutulur, yıxılıram. Çəliklə gəzirdim. Çəliyim baş Sidikliyini də dağıdıb da. sidik kisəm dağıldı. Sidik qarnımdan qaynayıb köçülürdü. Buradan ciyarıma dəymişdi. Şılanq saldılar ciyarıma, ağ ciyarıma. Allah kömək olsun. Bağırsımdan 1 metr kəsib getdilər. Ona görə 8 ay- çəkin güləşdən. 96 Allah kilo kömək. çəkidəydim döyüşdə. Yaralanmamışdan qabaq. Bölükdə ən yekə hərbiçi mən idim. İndi ən zəifi mənəm. Ürəyin böyükdür qadan abi. Özün zəif ola bilərsən, amma ürəyin böyükdür. Zəngin ürəyin var. Sağdan alaram, çox sağ olun. Gəlib yad elədiniz. Qazinin də qapını açdınız. Bu da mənim kasımın varlı evi. Kasıbın var evi. Evinə də qurban olaram, özünə də. Sağdan alaram. Hər zaman gözünüzdə yeriniz var. Sağ ol. Ana sağ ol, çok sağ Çox ol. sağ olun. Gəldiyinizə görə çox sağ olun. Sağ ol ana, çok sağ ol. Dəyər verdiyinizə görə çox sağ olun. Sağ olun. Sağ ol ami. Sağ ol qadam, sağ olun. Gələn ayaqlarınız var olsun. Sağ ol, çok sağ ol. Həmişə xeyir işlərə gələk qapınıza. Sağ olun qadam, sağ olun. Gözəl izləyicilərimiz. Çəkilişimizi yekunlaşdırdıq. Yolumuz uzaqdır. Qaqa, sağ ol qadın. Sağ olun. Allah var eləsin Sağ səni. olun. Allah şəfanı versin. Xoş oldu gəlib. Mənim də qapımı döydünüz, gəldiniz. Sağ ol. Çox sağ olun. Allah sizdən razı olsun. Çox sağ ol. Öpürəm. Hörmətləri verin. Var olun. Sağ olun. Gözəl izləyicilərimiz, bugün olan çəkilişimizi yekunlaşdırdıq. Yolçu yolunda gərək. Atalarımızın sözüdür. Yolumuz açıq olsun. Sağ ol Çox ana. Sağ olun. Çox sağ olun. Təşəkkür edirəm.